Salam əziz beşincilər. Azərbaycan tarixindən ikinci summative sizlə paylaşacağım. Ətraflı şəkildə izah eləyəcəm. Daha tez KSQ-yə hazırlaşmağınız üçün. Eyni zamanda bunu tez paylaşıram ki, liseylərə hazırlaşan uşaqlarımız var. Onlar üçün də bir təkrar olar. Çünki onlar proqramda çox irəlidə olurlar. Demək, hər iki variantda, A və B variantda izah edəcəm KSG-ni və KSG hər variantda 11 sualdan ibarət olacaq. Yəni, bu videoya baxmaqla siz 30 testi artıq həll etmiş olacaqsınız. Keçək birinci suala. Birinci sualda nə deyilir? Şah İsmayılın vəfatından sonra hakimiyyətə gələn azyaşlı oğlu Təhmasibin adından dövləti idarə etmiş qadın kim idi? Təbii ki, söhbət Tacil Sultandan gedir. Şah İsmayıldan sonra hakimiyyətə gəlmişdi Təhmasib, anası dövlət işlərində ona kömək etmişdi. İkinci sual. Baharlıların nümayəndəsi, baxın, Baharlıların nümayəndəsi deyəndə artıq bizə bir ipucu verir. Qara Yusifin dövründə Qurani Kərim türk dilinə tərcümə edilmişdi. Yəni, cavab C variantı. Üçüncü sual. 11-ci əsrdə Azərbaycana yürüşü ilə, görək hansı tayfaların yürüşü ilə, ərəblər ola bilməz. Çünki ərəblər 7-ci əsrdə yürüş ediblər. Vahid ölçü, çəki, pul sistemi tətbiq olundu. Yəni, Azərbaycan vahid dövlətdə birləşdi. Eyni zamanda Azərbaycanın üzərinə yadelli hücumların qarşısı alındı. Söhbət Səlcuqlardan gedir. Dördüncü sual. Verilənlər hansı hökmdara aiddir? 1136-cı ildə Naxçıvan şəhərini paytaxt edərək Atabəylər dövlətini yaratdı. Eyni zamanda Böyük Atabəy titulunu aldı. Kim? Təbii ki, söhbət Eldənizdən gedir. Yəni, B variantı. Keçək 5-ci sualın izahına. Yusif Sacıoğluna aid deyil. O Sacıoğulların ən qüdrətli hökmdarı olmuşdur. Bəli. Şirvanşahlar dövlətini özünə tabe etmişdi. Bəli. Şirvanşahlar dövlətini tabe edib ki, Azərbaycanı vahid dövlətdə birləşdirib. Bəli. Amma o ərəb xəlifəsi ilə dəfələrlə döyüşüb, bəzən əsir alınıb, döyüşdə məğlub olduğu da olub, qalib gəldiyi də olub, amma o ərəb xilafətini özünə tabe etməmişdi. Cavab B variantı. Eldənizlər dövlətinə aid deyil. Baxın, tez bunu işarə eləyək. Aid olmayanı soruşur. 1136-cı ildə, yəni 12-ci əsrdə yaranıb. Bu düzdür. İlk paytaxtı Naxçıvan olub. Düzdür. Hökmdarlarından biri Qızıl Arslan Sultan titulunu qəbul edib. Düzdür. Amma onun əsası Azərbaycanın cənubunda qoyulmayıb. Çünki Naxçıvan Azərbaycanın şimal torpaqları sayılırdı. Keçək 7-ci sualın izahına. Səfəvilərin 1514-cü ildə Çaldıran döyüşündə məğlub olma səbəbləri. Osmanlılar sadəcə üstün idilər və Osmanlılar Səfəvilərdən fərqli olaraq güclü, odlu silaha malik ordu ilə döyüşürdülər. Cavab 3 və 4. C variantı. 8-ci sual. Bayandurlu və Səfəvi dövləti üçün oxşar cəhət ola bilməz. Oxşar cəhət ola bilməz. Paytaxtları Təbriz şəhəri olmuşdu, ikisinin də bəli. Hər ikisi Osmanlı ilə müharibə aparıb, bəli. Uzun Həsən Fatih Mehmedlə, Şah İsmail isə Sultan Səlimlə müharibə aparıb. Hər ikisi türk dilinin inkişafına diqqət yetirib, bəli. Amma heç biri Azərbaycanın şimalında dövlət yaratmayıb. Çünki hər ikisinin yarandığı yer Təbrizdir və Təbriz də Azərbaycanın cənubunda yerləşirdi. Keçək 9-cu sualın izahına. Məntiqi uyğunluğu müəyyən edin. Qayda qanun yaratmaq məqsədi ilə qanunnamə qəbul etmişdi. Təbii ki, Uzun Həsən və yaxud Həsən Padşah. Köçəri maldarlıqla məşğul olan əhali necə adlanırdı? Elatlar, hansı ki, Bayandurlu dövlətinin əsas, belə deyək də, orada iştirak edən qüvvəsi idi. Elatlar. Elatlar hətta maldarlıqla məşğul olub, orada xidmət etdiklərinə görə daha az vergi ödəyirdilər. 10-cu sual.
Hər iki qadına aid oxşar cəhəti tapın. Möminə xatun Eldənizlər sarayında yaşayıb fəaliyyət göstərmişdi. Can Bəyim xatun isə Baharlılarda fəaliyyət göstərmişdi. Amma heç biri dövlət yaratmayıb. Amma hər ikisi dövlət işlərində mühüm rol oynayıblar. Hər ikisi Eldənizlərə aid deyil. Hər ikisi Bayandurluya aid deyil. Keçək 11-ci sualın izahına. Xronoloji ardıcılığı zaman oxunda düzün. Atabəylər dövlətinin yaranması 1136, Bəz döyüşü 837, Qara Yusifin Baharlı dövlətini yaratması 1410, Çaldıran döyüşü isə 1514. 12-ci sual. Xronoloji ardıcılığı müəyyən edin. Siz bilirsiniz ki, əvvəlcədən ərəblər Albaniya dövlətinin varlığına son qoymuşdular. 8-ci əsrin əvvəllərində. Daha sonra nə baş verib? Azərbaycanda ərəblərə qarşı Xürrəmlər hərəkatı. Bəz döyüşü də olub 837-ci ildə. Yəni biri 8-ci əsrdir, biri isə 9-cu əsr. Daha sonra baş verib Sacıoğulları dövlətinin yaranması, ən sonda isə Bayandurlu dövlətinin yaranması. Cavab olacaq 3, 4, 1, 2. Yəni D variantı. Keçək 13-cü suala. Uyğunluğu müəyyən edin. Baharlıları məğlubiyyətə uğradaraq Təbrizi tutub Ağqoyunlu dövlətini yaratdı. Təbii ki, söhbət kimdən gedir? Həsən Padşahdan. Xətai ləqəbi ilə şeirlər yazan bu şah fərmanlarını da tökdüyündə verirdi. Təbii ki, Şah İsmayıl Xətai. Turan Sultanı Əmir Teymurla mübarizə aparmışdı. Kim? Qara Yusif. Hətta Turan Sultanı varislərinə ondan ehtiyatlı olmağı vəsiyyət etmişdi. 14-cü sual. Eldənizlər dövlətinə aiddir. Aid olanı seçirik. Onlar Qınıq boyundan deyildilər. Onların ilk paytaxtı bəli Naxçıvan şəhəri olub. Onlar 15 yox 12-ci əsrdə yaranıblar və Teymurlərlə müharibə aparmayıblar. 15-ci sual. Bu dövlətin nümayəndələri Afşin titulu daşıyırdı. Elə buradan bilirsiniz ki, söhbət Sacilərdən gedir. İlk paytaxtı Marağa olmuşdu və Yusif Sacıoğlu xəlifə ilə müharibə aparmışdı. 15-ci sual oldu A variantı. 15 sualın izahı artıq bitdi. Burada əlavə bir sual qoymuşam uşaqlara. Hansı uşaqlar ki, sıxılırlar, testləri tez bitirirlər, başqa sual istəyirlər onlar üçün. Aranın hakimi idi Eldəniz. Dinin günəşi ləqəbi almışdı Eldəniz. Böyük Atabəy titulunu almışdı Eldəniz. Keçək B variantının izahına. Bu variant da çox sadədir. Birinci sualdan başlayaq. Məlumatlardan biri yanlışdır. Səlcuqlar Azərbaycanda vahid ölçü, çəki sistemi yaradıblar, düzdür. Oğuzların məskən saldığı ərazilərdən biri də Mərkəzi Asiyadır, bəli. Səlcuqlar Oğuzların Qınıq boyuna məxsusdur, bəli. Amma Oğuzlar 12 yox, 24 boydan ibarət olublar. İkinci sual. Onun vaxtında ardıcılları 12 imamın şərəfinə yazılan 12 qırmızı zolaqlı çalma bağlayırdılar və qızılbaş adlanırdılar. Təbii ki, söhbət kimdən gedir? Şeyx Heydərdən. B variantı. İsmayılın atası. Üçüncü sual. Onun zamanında Azərbaycan dili dövlət dili olmuşdu. Təbriz kitabxanası zənginləşdirilmişdi və Çaldıran döyüşündə məğlub olmuşdu. Təbii ki, söhbət Şah İsmayıldan gedir. Baxaq 4-cü suala. Dövrünün mənbələri onu iki dünyanın xidmətçisi, ən böyüklərin şərəflisi adlandırmışdı. Can Bəyim xatundan söhbət gedir. Baharlıların nümayəndəsi idi. Cahanşahın həyat yoldaşı idi. Hətta kitabımızda da şəkli var onun. 5-ci sual. Tomris və Tacı Bəyim üçün ortaq cəhət. Eyni dövrdə yaşamayıblar. Diplomatik danışıqlar üçün saraya getməmişdilər. Bunu saray xatun eləmişdi. İkisi də dövlət yaratmayıb, amma hər ikisi
sarayda xidmət edən, danışıqlar aparan qadınlardan fərqli olaraq həm də döyüşçü olublar. Qəhrəman döyüşçü olmuşdular. 6-cı sualın izahına baxaq. Səhv olanı seçin. Naxçıvan Eldənizlər dövlətinin paytaxtıdır. Bu düzdür. Təbriz Səfəvilər dövlətinin paytaxtıdır. Təbriz isə Bayandurluların paytaxtı idi. Amma Şamaxı Sacillərin paytaxtı olmuyor. Sacillərin paytaxtı Marağa və Ərdəbil olub. 7-ci sual. Eldəniz, Qara Yusif, Həsən bəy, İsmail. Bunlar üçün oxşar cəhət nə ola bilər? Təbrizi paytaxt elan etmələri bu üçünə aid ola bilər. Amma Eldənizə yox. Onun paytaxtı Naxçıvan idi. Qanunnamə hazırlamaq Həsən Padşaha aiddir. Osmanlı ilə müharibə aparmaq Həsən bəylə İsmaila aiddir. Amma hər üçü yeni dövlətin əsasını qoyublar. Hər üçü yeni dövlət yaradıblar. Daha sonra keçirik 8-ci sualın izahına. Babəkə aid deyil. Ərəb ordusu üçün vuruşmayıb bu. Ərəblərə qarşı vuruşub. A variantı. Digərləri isə düzdür. Xürrəmlərin başçısı olub, ərəbləri dəfələrlə məğlub edib. Keçək 9-cu suala. Məntiqi uyğunluğu müəyyən edin. Turan Sultanı ilə müharibə aparmışdı. Təbii ki, söhbət Qara Yusifdən gedir. Xürrəmlər hərəkatının başçısı isə Babək idi. 10-cu sual. Həsən Padşah və Şah İsmailə aid oxşar cəhəti tapın. Hər ikisi Səfəvi hökmdarı idi, səhvdir. Hər ikisi son hökmdar idi, səhvdir. İlk hökmdarlar sayılırlar onlar. Hər ikisi Osmanlı ilə müharibə aparmışdı. C variantı. Bir də qeyd edirəm. Həsən Padşah Fatih Mehmedlə, Şah İsmail isə Çaldıran döyüşündə Sultan Səlimlə toqquşub. Baharlarla müharibə aparması isə Həsən Padşaha aiddir. Burada isə bizdən oxşar cəhət istəyir. 11-ci sual. Aşağıdakı abidələrdən hansı Ərdəbil şəhərində yerləşir? Təbii ki, Şeyx Səfi məqbərəsi. Yəni 11-ci sualda cavab C variantı. 12-ci sual. Həsən Padşah və Qara Yusif üçün oxşar cəhətlər tapaq. Tez düşünürük, Həsən Padşah hansı dövləti yaratmışdı? Bayandurlular, Ağqoyunlu. Qara Yusif kimlərin nümayəndəsi idi? Baharlılar, Qaraqoyunlu. Hər ikisinin paytaxtı Təbriz idi. Düzdür. İki oxşar cəhət sayıla bilməz. Fatih Mehmedin ordusunu məğlub edən Həsən Padşah idi. Qanunnamə qəbul edən də Həsən Padşah idi. Amma hər ikisi 15-ci əsrdə dövlət yaradıblar. Cavab 1 və 5 olacaq. Birinin dəqiq kitabınızda yazılıb 1410, digərinə isə yazıblar ki 15-ci əsrin ikinci yarısı. Yəni 1468. Keçək 13-cü sualın izahına. Bacılar təşkilatının yaradıcısı olan bu qadın Çaldıran döyüşündə iştirak edib. Söhbət Tacı Sultanla gedir. 14-cü sual. İki dövləti müqayisə eləyəcəyik. Bu müqayisəni eləyəndə uşaqlar mütləq həmişə qırağına yazın. Birdə nəyi soruşur? Ağqoyunlunu. İkidə nəyi soruşur? Səfəvini. Avropa dövləti ilə iqtisadi siyasi əlaqələr qurublar. Bu oxşar cəhətdir. Osmanlı ilə müharibə aparıblar, oxşar cəhətdir. Fatih Mehmedi məğlubiyyətə uğrata bilmişdi. Həsən Padşah Ağqoyunluya gedir. Çaldıran döyüşündə Osmanlılara məğlub olmuşdu. İsmail qanunnamə hazırlatmışdı. Həsən Padşah. Uşaqlar, son sualımıza keçməmişdən qabaq sizdən bir xahişim olacaq ki, kanalı paylaşasınız öz sosial şəbəkələrinizdə, kanalı dostlarınıza göndərəsiniz. Çünki burada mən yalnız KSQ-ləri paylaşmıram. Burada eyni zamanda gündəlik testlərlə özünüzü yoxlaya bilərsiniz Google formlarla. Bu kanalda 5-ci sinifin bütün mövzularının izahlı videosuna baxa bilərsiniz. Çalışın ki, mənə dəstək olun. Daha böyük kütləyə çatmağımda mənə kömək edin. 15-ci sual, son sualım isə xronoloji ardıcılığı müəyyən edin. Səlcuqların Azərbaycanı fəthini başa çatdırması 11-ci əsr. Çaldıran döyüşü 1514. Bayandurlu dövlətinin yaranması
1410. Bəz döyüşü isə 837. Hamısı illə verilib. Bir dənə Səlcuqlar əsrindən verilib 11-ci əsr. Belə başlayacaq. 4, 1, 3, 2. Bir dənə də burada uşaqlar sizin üçün əlavə bir sual qoymuşam. Azərbaycan taxtı adlandırılan şəhər təbii ki, Təbriz. Çünki Təbrizə sahib olan bütün Azərbaycana sahib olmuş sayılırdı. Ümid edirəm ki, bu izahlı testin sizə köməyi dəydi. Gələn videolarda görüşərik.